Mənim efrimdə söyləyəcək məmurlar var, jurnalistlər var. Gizlətmirəm. Və açıq da deyirəm, birinin cəsarəti çatırsa, yenə də deyirəm, gəlsinlər, o, nə bilim, nazirliyi qoyuram qırağa, mətbuat rəisi olmağını qoyuram qırağa, prokurorluğunun qoyuram qırağa. Zərrə qədər kişilikləri, namusları varsa, mən qaçıb gizlənməmişəm, mən çöldə bayırdayım. Biri mənə zəng eləsin ki, Elşad, mən gəlmişəm, səninlə görüşürəm, sən mənim anamı, arvadımı niyə söymüsən? Mən deyim, onu başa salıram, niyə söyürəm? Çünki mənim üstümdən, məsələn, Rauf, Oğraşın oğlu, mənim üstümdən pul tutub. Bütün Azərbaycan saytları, Azadlıq radiosu, Azadlıq qazeti, Bizim Yol, Zerkla, Gündəm Xəbər, bütün sayt və qazetlər məni müdafiə edən zaman o baldızını qayıran arvadı cırıq Rauf mənə şantaj edib. Mən də çıxıb Raufu ona görə söyürəm. Rauf da çıxır deyir ki, mən prezidentimə sadiqəm, ona görə Elşad mənə söyür. Aydın da, hər şey aparıb prezidentə bağlamayın da. Oğraşlar, arvadı qızı fahişələr. Sən mənim puluma Rauf, gedib qızıvı tikdirib ərə vermirsən. Mən sənə ona görə söyürəm. Sənin o peysər kürəkənin var, qızıvın əri. Qoy baxsın, açsın peysərə. Mən ona görə sənə söyürəm ki, sən mənə şantaj eləmsən, şəxsən sənin özünə yazmışam, mənə blok atmısan. Mən sənin qardaşın Azərxana yazmışam, məni bloka atıb. Siz bloka atın, bu yandan da yalandan deyin ki, dövlət, nə bilim, dövlət baba, prezident, meymun oynadırsınız. İlham Əliyev əslində mən söymürəm. İlham Əliyev səni söyən Əlin Ağıyevdir. İlham Əliyev səni söyən Kamran Əliyevdir. İlham Əliyev səni söyən Mirşahindir. Mirşahinin WhatsAppına yazmışam, hər dəfədə göstərirəm. Səs atmışam, göndərmişəm, deyirəm, ona İlhama atam deyirsən, Mehrimana anam deyirsən. Söymək istəmirəm, burada da onu deyirəm. Atıb mənə bloka. Əgər doğrudan da Mirşahinin sənə hörməti varsa, bu yaxınlarda da qoymusan qabağa Mirşahinlə söhbət. Mirşahin bilir zat, köhnə qəhbələrdəndir də. Bəli, Mirşahin çox şey bilir, amma Mirşahin cırıqdır, kişi fahişəsidir. Bunu sən də bilirsən, İlham Əliyev. Çünki zamanında sənin əmin Hafiz Paşayev ona dediyi sözü deyibdir. Aydındır. Deyibdir. Fahişədən əmələ gələn Mandaloşko özü də Milli Məclisdə deyibdir. Zamanında İlham Əliyev əmin Raufu da söyübdür. Rauf deyir ki, Heydər Əliyevə məni söyüblər. Deyir, kim söyüb? Deyir, bilirsiniz, deyir, sizin qardaşınız. Zamanında əmin Raufu da söyübdür. İndi